siz dediniz dil ədəbiyyat müəllimisiniz. Bu test üsulunda məktəblilərin, ümumiyyətlə tələbələrin dünyada test üsulu idarəsi ilə belə deyim, tədris olunan məktəblərdə mən bunun nəyinə etiraz edirəm? Lallıqdır, sükutdur. Gəldi, orada yazıldı, bunu 4 cavabdan birincini vurdu, ikincini vurdu, məsələ getdi. Bəs indi orta məktəblərdə belə uşaqlar bizdə olan kimi çıxıb lövhə qarşısında şeir zad deyirlər, belə tapşırıqlar olur, yoxsa? Vəziyyət Azərbaycan təhsilində qənaət bəxş deyil hal-hazırda. Bizim vaxtımızdakı təhsil yoxdur Səbuhi bəy artıq. Mən bir 10-cu sinif qızdan Sumqayıtda adam dedi ki, Səməd Vurğun tanımam. Azərbaycan şeirini deyirdi, amma Səməd Vurğun eşitməyib. Bax, bu faciə deyilmi? Biz ən az orada yazılır da Səməd Vurğun, Süleyman Rüstəm, kim kitablar da olur. Bu bizim test beyin biliyi deyil, göz biliyidir. Və bu da cəmiyyətimizin yaralı yeridir. Yadınızdadırsa biz orta məktəbdə, məsələn, dünya dramaturgiyasından William Shakespeare'in məsələn, Hamletindən hansısa bir fəsli götürüb səhnələşdirirdik. Məsələn, götürürdük öz ədəbiyyatımızdan Səməd Vurğunun Vaqif dramını. Məsəl üçün, biz özümüz, məsələn, yadımdadır ki, 5-ci fəsli götürüb səhnələşdirmişdik. Yoxdur, artıq onlar yoxdur. Onlar yoxdur. Məsələn, Səməd Vurğunun şəklini göstərsən, uşağa deyirsən, bu kimdir, deyir Amerikan prezidentidir. Səməd Vurğunu təqdim etmə təhsilimizdə bir problemdir. Təhsilimizin problemidir. Səməd Vurğun misal üçün deyirik, Cəfər Cabbarını, yoxsa Hüseyin Cavidi tanıyırlar. Kim tanıyır, heç Məmməd Səid Ordubadi ümumiyyətlə deyəcərək yəqin. Mən yenə deyirəm, buna da necə təpki gəlir, gəlsin, mən yenə də deyirəm. 2008-ci ildən mən qeyd eləmişəm, Azərbaycan təhsil sistemində yeni təlim metodu olan kurikulum tətbiq olunandan üzü bu tərəfə Azərbaycan təhsili uçuruma gedib artıq kənarında. Mən bunu 100% qeyd edirəm, kimsə də bu mövzuda... Tək demir, çox adam deyir. Kimsə də bu mövzu ilə bağlı mənlə debata çıxmaq istəyir, laf sizin kanalda çıxa bilərəm. Yox, bəli. Çünki siz içindəsiz və kənarda... Mən qazan içində olan adamam, mən bilirəm nə deyirəm. Biz cədvəl məsələsini, cədvəl terimini biz yadınızdadsa həndəsə fənnində biz bunu görürdük, həndəsə fənnində biz bunu görürdük. İndi ədəbiyyatda cədvəl çəkmək, bu həndəsə kitabıdır. Təhsil bu ədəbiyyatda biri deyil, riyaziyyatda da problem var, nə bilim, kimyasında da problem var. Yəni, göz biliyidir test, beyin biliyi deyil, yaradıcılıq yoxdur, kreativlik yoxdur. Mən bəzən deyirəm uşaqlar, deyirəm, siz getdiniz bir kəndə, bir nənə soruşur ki, bala, bu xətayı kim olub? Sən deməyəsən, testi ver, onu deyim, nə olub, nə olub. Bax, yəni danışmağı öldürürlər sanki. Bəli, uşaqda düşünmə, öz fərdi yanaşmasını uzaq başlayıcı həyat tarixini keçmişdik. Şahsman Xətai tarix şəxsiyyət olub, 1501-ci ildə hakimiyyətə gəlib, Səbəblər imperiyasını yaradır. Siz deyirsiniz, onu. Amma bu tərəfdən də onun şair olduğunu bilmir. Məsələn, bax, faciə buradadır. Nəsiminin bu kim olduğunu bilmir. Şair bilirlər. Və salam qutardı, getdi də bu herofilik buradan gəldi, onun sufi panteist fikirləri buradan belə getdi. Yəni orada incələmə artıq yoxdur. Gənclər var, mən bunu deyim, bəlkə faciədir. Vallahi billahi, tarix üzrə fəlsəfə doktorudur, gənclər, 30-32 yaşında. Babək Nəsimi Dədə Qorqud filminə baxımda mən intihar dərəcəsində dəli oldum. Deyirəm, o Babək filmində yer var, deyir, baxmamışam, deyirəm, 34 yaşım var və tarixdən, düzdür, o, tutaq ki, Cumhuriyyət dönəmindən bəlkə eləyir, dəxil nədir ki, sən Azərbaycan tarixi var, biz Cumhuriyyət onun kökündə də Babəkidir, nə bilim, Xətaisidir. Bu şəcərə davam eləyir. Abi, sən bunu bilməlisən də, Həsənoğludan tutmuş, üzü bəri, hamısını bilməlisən. Səbuhi bəy, bəli, dediyiniz kimi bəzi biliklər var. Sən tarix bir var, riyaziyyatsa da ola deyə belə bilmirəm. Hə, dayan bu qəbul. Adam tarix üzrə deyir ki, mən baxmamışam, amma filmimizdir də. Bir saat deyil, heç, otur bax da, Dədə Qorquda bax. Ən azı mən dedim, Rasim Balayev dünyasını dəyişəndə böyük sənətkarım, siz də görüşmüşdünüz ondan. Allah rəhmət eləsin. Bir il olar, il yarımzada olar. Səməd Rızayevin 80-lik iliyini görüşmüş. Məsələn, Allah rəhmət eləsin, heç olmasa Rasim Balayev dünyasını dəyişəndən sonra bir onu tanımaq üçün heç olmasa bu 3 filmə baxın da. Bu, bilmirəm,
mən ümumiyyətlə şikayət enerjisinin, gileyin əleyhinəyəm, çünki o güzel. Amma biz burada əslində tənqidi yanaşırıq ki, bu düzəlsin, düzəlməyi üçün biz gileyləmirik, özümüzdən şəxsi zəmində gileyləmirik ki, biz deyirik bəlkə bizə bir 1000 nəfər baxsa, heç olmasa 10 nəfəri o da bizim danışdığımız ətrafa deyər. Ailələrə müraciət eləmişəm ki, heç olmasa həftədə bir dəfə bu məktəbli uşaqlarınızdan oturun, internet var bu dəqiqə hər yerdə. Oturun bir gün, nə bilim, Nəsimiyə baxın, bir gün arxadan vurulan zərbiyə baxın, bir gün böyük dayağa baxın, lap kommunist yönümlü olsun. Oturun baxın, səhər filminə baxın, həm baxın görün bizim nə cür filmlər var və faciə odur ki, filmlərimizə, məsələn, müasir seriallara baxmayan, 20 ildə, 30 ildə teatra getmədi, bizdə teatr var. Bir dəfə gedir, siz getdinizdə bir neçə tamaşa getdik, akademik teatrında. Özüm baxdıq, əməlli başlı teatrda yaşayır, amma insan mədəniyyətin mərkəzində istəyir. Bilmədiyi şey barədə mübahisə edənləri biraz cahil adlandırıram da. Mən istəyərdim yekunda bax buna münasibət bildirək və bir şeirlə də verilişimizi bitirək. Bilirsinizmi, bu cəmiyyətin yaralı yeridir. Ələsgər Ələkbərovun bizim mərhum aktyorumuzu, SSR xalq artisti. Məsəl üçün, Londonda, İngiltərənin paytaxtında məşhur teatrlardan birinin şəxsi muzeyində onun yaratdığı obrazların, Shakespeare'in məsəl üçün Otello'sunu, yəni sərgiləyirlər. İngiliz tanıyır, biz tanımırıq. Bax bunun içində də bəlkə mənim də günahım var bir ziyalı olaraq. Yəni, maarifləndirmə, Azərbaycan təhsili 700 bala hədəflənmiş bir təhsildirsə, burada biz uğur əldə edə bilməyəcəyik. Bu mümkün deyil. Heç olmalıdır. Burada yaradıcılıq lazımdır. Burada kreativlik lazımdır. Burada şəxsi münasibət ortaya qoyulmalıdır. Yaratmağı bacarmaq lazımdır. Biz neyniyək ki, təhsilimiz inkişaf eləsin? Bəzən biz demokratiya ilə azadlığın nə demək olduğunu biz Sakrat nə deyirdi? Deyir ki, demokratiya ürəyin istəyən yox, haqqın satanı əldə eləmək deməkdir. Gözəl. Bizə təhsildə bax bu demokratiklik lazımdır. Şablon lazım deyil bizə. 700 bal toplayan abituriyentin gələnləri tələbədir. Apar qarşısına bir il öncəki testi qoy, 300 bal yığacaq. Çünki bayaq qeyd elədi. Azərbaycan təhsilindəki bilik göz biliyidir, beyin biliyi deyil. O demək, bəzi bizim məktəblərdə də olurdu, əzbərçilər. Dərsi əzbərliyirdik 5 aydır, 5 aydır. 2 gündən sonra yaddan çıxırdı. Amma desən, 15-ci paragrafı əla bilir. Desən, 7-ci paragrafda əla 5 almışsan da yadından çıxırdı. Ancaq əzbərliyirdi, gəlib danışırdı. İndi də biraz ona bənzərdi. Sabah ona görə biz çox geri qalırıq. Bəzi arzularımız var ki, vətən olaraq, millət olaraq belə çətin